Bakubas MMC-nin bu təşəbbüsü yalnız bərabərlik deyil, eyni zamanda peşəkar inkişaf və qadınların yeni sahələrə inteqrasiyası baxımından da mühüm bir yenilikdir. Bakubas MMC-nin şöbə müdürü bildirir ki, artıq ilkin mərhələdə ondan çox qadın vakansiyaya müraciət edib. Xanımlardan yeganə tələbimiz ondan ibarətdir ki, sürücülük vəsiqəsində D kateqoriyaları olmalıdır və bundan əlavə yaşları 25-dən az, 65-dən çox olmamalıdır. 8 saatlıq rejimdə D kateqoriyası sürücülük vəsiqəsi əldə etdikdən sonra Bakubasın istismarında olan şəhər daxili bütün xəttlərdə fəaliyyət göstərə bilərlər. Bu təşəbbüs cəmiyyətin köhnə stereotiplərini qıraraq yeni tendensiyaya başladacaq. Qadın avtobus sürücüləri dünya təcrübəsində artıq illərdir ki, mövcuddur. Almaniyada, Fransada, İsveçdə, Türkiyədə və bir çox ölkələrdə qadın sürücülər bu sahədə geniş təmsil olunurlar. Bu ölkələrdə aparılan araşdırmalar göstərir ki, qadın sürücülərin iştirakı sərnişin məmnuniyyətini artırır, təhlükəsizlik göstəricilərinin yaxşılaşmasına və xidmətə qarşı inamın güclənməsinə təsir göstərir. Qeyd edək ki, müvafiq vəzifə üzrə əmək haqqı 1460 manat məbləğində müəyyən olunub. İşə qəbul olunmuş sürücülər Bakı şəhəri daxilində Bakubas MMC-nin istismarında olan bütün marşrut xəttləri üzrə fəaliyyət göstərə biləcəklər.